Tacir Şahmalıoğlunu geyiminə görə tənqid ediblər. 60 yaşı var, geyindi, nə bilim şalvara bax, gömləyə bax. Doğrudan bu insanlar niyə belədir? Şalvar geyinir, hamı danışır. Qırmızı saroçka geyinir, hamı danışır. Nə bilim, göy saroçka geyinir, hamı danışır. Sizə nə var? Sizə nə var? Özü bilər. Nə olsa 60 yaşı var, o demək deyil ki, qocalıb. Onun ruhu o qədər cavandır ki, onun malları var. Onu o qədər cavan saxlayır ki, belə geyinmə. Yox, sizlə gəlin məsləhətləşəcək Tacir müəllim. Tacir müəllim görsün necə müdafiə. Yaman yazıblar. Bir verilişdə Tacir müəllim deyib ki, mənə bir dostum var, çox yaxın dostumdur, ürək dostumdur, mənə maşın bağışlayıb, adını deyir, deməyəcəm, bir verilişdə deyib. Çünki dostlarım deyir, mənə hədiyyə bağışlayanda deyirlər ki, adınızı çəkmə. Mən də ona görə dostumun adını çəkmirəm, amma mənə maşın bağışlayıb. Təbii ki, sosial şəbəkələrdə bu da ictimailəşib, falan mı danışıb. Müğənninin geyimi bir istifadəçi, daha doğrusu deyib ki, müğənninin geyimini yaşına uyğun deyil. Belə biri yazıb, digərləri də təbii ki, bunu təsdiq edib ki, yaxşı geyinmir, 60 yaşı var, geyindiyi şalvara bax. Digər istifadəçi isə onun tanınmış şəxs olduğunu vurğulayaraq geyiminə daha çox diqqət etməli olduğunu bildiriblər. Adın sanın var, xalqın içində olan adamsan, dostlarına deyərsən sənə bir normal kişi şalvarı da alsınlar. Tacir müəllim, bunlar dəhşətdir də. Abalam, ay izləyicilər, ay Tacir müəllimi izləyənlər. Məsələn, kişilər ümumiyyətlə sevir ki, idman paltarında, idman formasında daha çox rulun arxasında maşında əyləşmək istəyirlər, harasa getmək istəyirlər. Mənim də evimdə kişi olub neçə il, 8-9 dənə idman şalvarı almışdı özünə, deyirdi ki, bunlar daha rahatdır. İndi onun üçün elə rahatdır da, efrək elə çıxmayıb. Niyə bu kişini belə deyirsiniz ki, dostluğa dinən sənə bir normal kişi şalvarı alsın? Eyib olsun sizə. Tacir müəllim, bu tənqidlərə fikir verməyib.